Salam. Bugün sizinlə Qurani Kərimdə təqvim barəsində danışmaq istəyirəm. Bildiyiniz kimi, bəzi ənənəvi din adamları Quranda haram ayları mənə göstərin və yaxud da ayların adını mənə göstərin deyə suallar yönləndirir və bununla da Quranı özünə dini qaynaq baxımından yetərli görən müsəlmanları sıxışdırmağa çalışırlar. Əslində bunun böyük bir xəta olduğunu və savadsız insanların bu cür üslubdan istifadə edərək insanları həqiqi haqq olan və yeganə doğru olan yoldan yayındırmağa çalışması açıq şəkildə görünməkdədir. Gəlin inşallah bu sualı ətrafında sizinlə danışalım və düşünürəm ki, sizə təqdim edəcəyim bu səs yazısı çox faydalı olacaqdır. İlk öncədən deyim ki, məsləhət görürəm, gətirəcəyim dəlilləri qeyd edəsiniz. Hər bir tənqidi fikrə də açığıq və nəsə bir yanlışımız olsa, bildirildiyi təqdirdə, ədəbli və əxlaqlı bir şəkildə deyildiyi təqdirdə onları da düzəltməyə çalışacağıq. Deməli, bildiyimiz kimi heç bir din istər, yəni əslində din bir dənə də Allah yanında, amma özlərinin Allah və həqiqi dindən belə deyək, istifadə edərək uydurub öz həvalarına, öz şəxsi zənlərinə uyğunlaşdırdığı məzhəb və təriqətlərə din adı veriblər. Yəni bu din kəlməsini Allahın dinindən başqa bir yerdə istifadə edəndə bilin ki, bunu ironiya ilə, yəni dırnaq arası işlədirəm, istehza üslubu ilə yəni işlədirəm. Bildiyiniz kimi heç bir din təqvim qoymur. Yəni nə Yahudilik, nə Xristiyanlıq, nə bu günləri İslamın içində parçalanıb firqələrə bölünmüş məzhəblərin heç biri dinin təqvim qoyma kimi bir vəzifəsi olduğunu göstərə bilməz. Yəni, belə bir əmr yoxdur ki, sizə dini təqvimi, dində ümumiyyətlə təqvimi Allah qoyur və yaxud da Rəsulu qoyur və yaxud da dini alimləri qoyur. Əslində, bu elmə aid olan bir sahədir və bunu inşallah danışacağıq. Bu, astronomiyaya aid bir şeydir. Hər kim astronomiya elminin o incəliklərini bilərsə də, belə bir təqvim qurma qabiliyyətini bacarıb əldə etsə, bu adam ya günəş əsaslı, ya ay qəməri olan göydəki ay, yəni ay bizdə ərəbdən fərqlidir, biz 12 aya da ay deyirik, göydəki aya da ay deyirik, bu bir-birindən qarışır. Mən qəmər deyiləndə bilin ki, göydəki aya qəsd edəcəm və şəms deyəndə günəşi qəsd edərək ki, günəş eynidir, günəş desək olar, amma əsas odur ki, iki ayı bir-birindən ayırmaq üçün göydəki aya qəmər, 12 ayın adını çəkəndə isə orada sadəcə ay sözündən istifadə edəcəm ki, bu ayrılıcalığı biləsiniz inşallah. Deməli, heç bir adam ya qəmər əsaslı, ya günəş əsaslı bir 12 ay, yəni nə 11 ola bilməz, nə 13 ola bilməz. 12 dənə ay adı seçəcək və bu seçilən adların içinə 30 günlük mü deyəcəksiniz, 29 günlük mü, yəni qəmərə nisbətdə bir fərqli formada günlərini təyin edəcək. Günəşə nisbətdə isə bir fərqli formada günlərini təyin edəcək və o istədiyi o adları bu günlərin toplumuna verərək 12 dənə ay təyin edərək bir təqvim yarada bilər. Yəni bunu bir adam belə bir formada yaratsa, qoysa, deyək ki, İbrahim devrində, Nuh devrində və yaxud da ki, və sonradan gələn heç bir elçi bu təqvimləri dəyişmir, onların yanlışlığını demir. Sadəcə tutulan iradlar isə obyektiv olaraq götürülür ki, o düzəlsin ki, dünyanın, yəni ümumi yaradılışın nizamı pozulmasın deyə iradlar bildirilə bilər. Bu qədər. Deməli, biz anladıq ki, dini təqvim olmur. Yəni, dini təqvim yoxdur. Onu biz dinə nisbət vermişik ki, bu dini təqvimdir. Bu dünyavi təqvimdir. Xeyr, belə bir şey yoxdur. Təqvim zaten elmi olur. Dini təqvim olmur. Elmə əsaslı təqvim qurulur yəni. Bunu işlətməkdə bu cahil, savadsız kütlənin ağzında düşünülmədən işlətdiyi bir sözdür. Yəni elmi əsaslı bir söz deyil. Dini təqvim yoxdur yəni. Təqvim təqvimdir. Ya təqvim qəməridir, ya da şəmsidir. Ya günəşə əsaslı təqvimdir, ya göydəki aya əsaslanmış təqvimdir yəni. Və bu da astronomiya elmi ilə qoyulan bir formada olur. Din əsaslı olmur yəni. Deməli, təqvim yaratılır. Heç bir din
təqvim yaratmır. Bəzi ənənəvi din mənsubları Qur'anı yetərli bilən və onu dində tək qaynaq sayan sadə müsəlmanlara irad bildirərək Qur'anda haram ayları mənə göstərin, adlarını deyin, hansı aylardır deyə suallar yönləndirir. Və bəzi o sıravi müsəlman Qur'anı yetərli bilənlər də özlərinin ağıllarının əsdiyi kimi, istədikləri kimi aşağı-yuxarı fikirlər söyləyərək həm özlərini təmin etməyə çalışır, həm də qarşılarındakını sualına cavab verməyə çalışırlar. Əslində, müxtəlif fikirlərin nəticəsində gülünc obyektinə çevrilirlər. Bu da doğru deyil. Yəni, sadəcə onlara, qardaş, dinin təqvimlə nə əlaqəsi var deyə onlara bir sual yönləndirin ki, yəni siz niyə mənə din təqvimi deyim, mən astronomiya alimliyini iddia eləmirəm, mən astronomiyanı din hesab eləmirəm ki, sən gəlib mənə bu yönlü sual verirsən deyə bir məsələni bir anlamağımız lazımdır. Halbuki bu suallar bir yanıltma xarakteri daşıyır. Çünki bu sualların heç biri hədis və rəvayətlərdə belə verilmir. Yəni, heç ki, Məhəmməd Peyğəmbərin sırf olaraq özündən və yaxud da sahabədən hədis gətirə bilməz ki, belə bir hədis gəlsin ki, Məhəmməd Peyğəmbər dedi ki, bu gündən sonra birinci ayın adı Muharrəm olsun, ikinci ayın adı filan, yəni səfər olsun, Rabiül əvvəl, Rabiül axir və s. 12 ay belə düzülsün və yaxud da qəməri təqviminin adı qəməri olsun, hicri qəmər. Sadəcə yəni Məhəmməd Peyğəmbər doğulanda, elçiliyə çatmamışdan öncə də bütün hər bir istər sünni, istər şiə qaynaqlarında da olsa, hamısı bilirdilər ki, ərəblər ay mənzilli, qəmər nisbətli olan bu 12 ayın adlarını da istifadə edirdilər və bunlarda 4 ay haram ay məsələsi də var idi yəni. Çünki Məhəmməd Nəbi dünyaya gəlməmişdən öncə ərəblər qəməri təqvimindən istifadə edir və 4 haram aylar var idi. Bu aylarda həcc edirdilər və az da olsa bir qismi Ramazan aylarında hətta oruç belə tuturdular. Tarixi bilgilərdə var ki, Ramazan ayını oruç tutanları olubdur. Məhəmməd Nəbi elçilik vəzifəsinə seçildikdə bu aylarla yaşadı və özündən həm bir yenilik gətirmədi, nə də ki, nəysə orada şeyləmədi, dəyişmədi. Sadəcə ərəblər haram olan ayları günəş təqvimi, yəni ümumi olaraq da ayların günəş təqvimi olan aylarla uzlaşdırılması üçün qısa aylar və uzun aylar deyə bir bölüm yaratmışdılar. 3 ayda bir və 3 ildən bir dəfə ilin sayını 12 ay yox, 13 ay hesablayaraq, beləliklə aradakı o 10 günlük məsafələri kapataraq illəri bərabər götürmək istəyirdilər. Yəni, belə bir fikir formalaşmışdır onlarda, belə bir qanun var idi. Yəni, bu tarixdə istəyənlər qaynaqlarına gəlib baxsınlar. 4 haram olan ayları günəş təqvimi ilə olan aylarla uzlaşdırmaq üçün uzun aylar və qısa aylar deyə 2 yerə bölmüşdülər, belə bir düstur çıxardılar. 3 ildən bir 13 aylıq bir hesab güdürdülər və bərabərliyi sağlamaq istəyirdilər. Və ona görə də bir il haram ayları halal, bir il bu formada haram ayların sayı və dəqiq yerləri itirdi. Yəni, aləm bir-birinə dəyirdi və bunu Allah qınayır. Tövbə surəsi 36 və 37-ci ayələrində bunun kafirlik olduğunu elan edir, bunu qadağan edir və bildirir ki, Allah yanında əzəldən ayların sayı sabit olaraq 12-dir deyə bildirmişdir. Və bu barədə biz inşallah ümumi bir müqəddiməni qurduq ki, başa düşəyin, biləyim ki, nəyi demək istəyirəm ki, mən indi biz bunu Quran əsaslı olaraq ələ alacağıq və sizlərdən xahişim budur ki, İndən belə danışdığım mövzuda gətirilən dəlillər və argumentləri not alasınız, qeyd edəsiniz, özünüz də baxasınız və tam mükəmməlləşəsiniz. Çünki ənənəvi din adamlarının ən çox istifadə etdiyi şeylərdən biri budur və bunu da sürütmək lazımdır ki, artıq əllərindən bu silah düşsün yerə. Artıq bir nə qədər cahilcə sual verdiklərini anlasınlar. Başlayaq. Xülasə. Bizim bu məqalədə Qur'an-ı Kərimdə zamanın ölçülməsi, ayların və illərin hesablanması məsələsi günəş, yəni şəms və ay, yəni qəmər ayın hərəkətləri əsasında araşdırılır. Yəni ikisini də ələ alır. Burada bir dənə də söz deyim. Bizə hicri qəməri təqvimini və yaxud da sadəcə hicri sözünü çıxarsaq qəmər təqvimi var. Bunlar il sayımına başladılar
Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçüş devrini, belə deyim də, Peyğəmbərin vəfatından sonra sahabələr dedilər arasındakı bizim də il sayımımız olmalıdır və fikirlər irəli sürüldü. Bəziləri Peyğəmbərin dünyaya gəldiyi devirdən bəri il sayımını, hicri qəməri olaraq il sayımına başlamağı irəli sürdü. Bəziləri Peyğəmbərliyə seçildiyi günü, bəziləri isə Məkkədən Mədinəyə hicrət etdiyi günü irəli sürdü və nəticədə Ömər ibn Xəttab Məkkədən Mədinəyə olan hicrət devrini ilk il sayımı olaraq götürdü və Qirqoriya təqvimi olan miladi təqviminin 622-ci ilindən bəri belə bir təqvim sayımı başlamışdır. Yəni Məhəmməd Peyğəmbərin vəfatından sonra ikinci xəlifə Ömər ibn Xəttab devrində bu iş başlamışdır. Yəni bunun demək anlayırıq ki, başa düşürük ki, Məhəmməd Peyğəmbərinin heç bir əlaqəsi yoxdur. Yəni kimsə deyə bilməz ki, bu təqvimin yaradıcısı nə Məhəmməd Peyğəmbərdir, nə də Ömər ibn Xəttabdır. Yəni bunu heç kim deyə bilməz. Hətta siz axtarsanız belə, heç qəməri təqviminin yaradıcısı olan şəxs kimdir məlum deyil. Bəziləri bunun Nuh olduğunu deyir, bəziləri bunun İdris olduğunu deyir, bəziləri isə bunun İbrahim nəbi olduğunu demiş olur. Amma yenə də yaxşısını Allah bilir. Bizim üçün önəmli olan budur ki, belə bir təqvim var və Allah bu təqvimə irad bildirmir, etiraz etmir. Buna dair bir ayət enib, bundan istifadə etməyin deyə bir qadağa qoyulmur. Ümumiyyə olaraq heç bir təqvimdən istifadə etməyə qadağa qoyulmur. Hətta araşdırsanız, ay təqvimindən istifadə edən yeganə toplumun ərəb olmadığını da görəcəksiniz. Yahudilərdə də eyni ilə həm günəşə aid, yəni günəş əsaslı təqvimləri də var, ay əsaslı təqvimləri, yəni qəmər olan göydəki ay əsaslı təqvimləri olduğunu da görərsiniz. Və bunlar, bu yahudilər dini ayinlərini qəmər əsaslı olan, ay əsaslı olan təqvimi ilə gerçəkləşdirirlər. Əkin, biçim, işə getmək, yəni dünyavi işlərində isə günəş əsaslı olan təqvimlərindən istifadə etmişdilər. Eyni zamanda aydan istifadə edən bir çox başqa toplumlar da var. Eynisi məsələn Çində, Yaponlarda və sair qədim toplumlarda da olmuşdur. İstəyənlər bu barədə gedib araşdıra bilərlər yəni. Bu tək ərəbə aid deyil yəni. Davam edəyim. Deməli, bizim bu səs yazmada ələ alacağımız məqalə olaraq göstəririk ki, bu məqaləmizdə Quran heç bir dini təqvim yaratmır. Nəinki Quran, yəni din təqvim yaratmır. Lakin zaman ölçüsü üçün obyektiv kosmik sistemləri, günəş və ay dövrlərini əsas meyar kimi təqdim edir. Haram aylar, həcc ayları və Ramazan, yəni anlayışı bu çərçivədə dəyərləndirilir. Ənənə və din yanaşmalarda mövcud olan təhriflər dilçilik, yəni ləfz məna, mətin ardıcıllığı və astronomik faktlar əsasında tənqid ediləcəkdir bu məqaləmizdə. Birinci giriş olaraq ələ alsaq, təqvim dinə yox, elmə aiddir. Birinci bunun əsasında danışaq. İddia budur ki, təqvim, bizim iddiamız budur ki, təqvim dinə aid deyil, elmə aid bir şeydir. Quran-ı Kərim nə bir təqvim icad edir, nə hədislər bir təqvimin Məhəmməd Nəbi tərəfindən icad edildiyini demir, nə də xüsusi ay adları siyahısı təqdim etmir. Nə Quran, nə də hədisləriniz, nə təfsir kitablarınız, heç biri bir qaynaqda ayların adlarını Məhəmməd Peyğəmbərin tərəfindən təqdim olunduğuna və yaxud da ki, hər hansısa bir səhabənin tərəfindən təqdim olunduğuna dair bir tək belə dəlil gətirə bilməzsiniz. Və burada bir sual da çıxır. Yaxşı, siz Quran bizə günəş sistemli, ay sistemli 2 dənə qaynaqlı təqvim illərin sayını bilmək üçün günəşi və ayı ortaya qoymuşdur. Əgər siz iddia edirsinizsə ki, Quran yetərli deyil, əgər yetərlidirsə, bizə haram ayları göstərin. Mən də sizə deyəcəm ki, zəhmət olmasa, Quran hədisləriniz yetərlidirsə də, mənə 4 fəsili və bu fəsillərin adlarını və bu günəş sistemli olaraq bahar aylarının adlarını, yay aylarının adlarını, payız aylarının adlarını, qış aylarının adlarını hədislərinizlə zəhmət olmasa gətirin. Siz demirsiniz ki, dinin detaylarını hədislərlə açıqlayırıq. Buyurun zəhmət olmasa. Bir tək hədis istəyirəm. Gətirin ki, bu ayların, yəni günəş sistemli olan ayları da Məhəmməd Peyğəmbərin hədis kitablarında ortaya qoyubdu. Hədislərində Peyğəmbər buna dair açıqlamalar veribdi. Gətirin zəhmət olmasa,
gözləyirəm, yəni açıq bir meydan oxumadır bu da sizə. Davam edirəm. Mövzumuza qaydırıq. Deməli, iddiamız budur ki, təqvim dinə yox, elmə aiddir. Qurani-Kərim nə bir təqvim icad edir, nə də hədis bir təqvimi icad edir, nə də xüsusi ay adları, siyahısı təqdim edir. Çünki təqvim etik normativ deyil, astronomik elmdir. Din zamanın daxilini, yəni ibadət, məsuliyyət, əxlaqi baxımından din zaman daxilini, zamanın içində olan bu kimi şeyləri tənzimləyir. Yəni, amma zamanın ölçü mexanizmini isə kainatın obyektiv sisteminə buraxıbdır. Bu baxımdan Qur'anın mövqeyi aydındır. Zamanın ölçüsü göylərdə artıq mövcuddur. İnsan onu icad etmir. Sadəcə nə edir? Oxuyur, izləyir. Ona əsaslanaraq bir təqvim qura bilir. Qur'anda günəş və ay zaman ölçüsünün kosmik əsasları olaraq göstərilmişdir. Qur'anda həm günəş, yəni şəms, həm də ki qəmər, yəni ay, göydəki ay birbaşa zaman ölçüsü ilə əlaqələndirilir. Aşağıdakı ayələr bunu açıq şəkildə bizə göstərmiş olur. Mən hamısını deməyəcəm, vaxtı çox almasın deyə. Bir ayəti deyəcəm və digər ayətlərin sadəcə surə və ayə nömrələrini sizə çatdıracağım. Yunus surəsinin 5-ci ayəsində Allah buyurur: Huvəl-ləzi cəaləş-şəmsə ziya'an. O kəs ki, təyin etmişdir günəşi işıqlı, aydınlıq, ziyaən, ziya, bizdə də işte ziyalı adam, aydın, aydınlaşmış, aydınlaşdıran bir adam. Yəni ziya aydınlıqdır. Vəl-qəmər nurən və qəməri də nur qərar verir, təyin edir. Və qəddaruhu və ona təqdir etmişdir, ölçü qoymuşdur ona. Mənzillər, litə'ləmə ədədə sinin, illərin sayını bilməyiniz üçün. Bəzi insanlar burada bu illərin sayını bilməyiniz üçün, tə'ləmu, elm əldə etməyiniz üçün ona da mənzillər təyin etmişdir deməsindən sadəcə ayın illərin sayını bilməsi üçün olduğunu düşünür. Amma biz baxdığımız zaman Ənam 96-cı ayədə günəşin də buna aid olduğunu, Ər-Rəhman surəsi 5-ci ayə, İsra surəsi 12-ci ayə, Ənbiya 21-ci surənin 33-cü ayəsi, Nəhl 16-cı surə 12-ci ayə, 41-ci surə Fussilet surəsinin 37-ci ayəsi birbaşa bunları ikisinin də illərin sayını bilməyimiz üçün bir hesab olduğunu açıq şəkildə qoymuşdur. Ədədə sinin vəl-hisab. İllərin sayını bilmək və hesabdır deyir. Mə xalaqallahu zəlikə illə bi'əl-haqq bil-haqqi yufassilul ayət liqomin ya'lamun bəli. Yəni ayənin tamamı bizə başa salır ki, bu Allahın xilqətidir, yaradılışıdır. Haqq olaraq detaylı şəkildə Allah bilən bir toplum ayələrini müfəssəl olaraq, yəni detaylı olaraq, ayan bəyan olaraq aşkara çıxardır, izah edir deyə ayət tamamlanmışdır. Biz bu adını çəkdiyimiz 6-nın 96-cısı, 17-ci surənin 12-ci, 55-in 5-i, 21-in 33-ü, 16-nın 12-si, 41-in 37-si və 10-cu ayə olan Yunus 5-ci ayələrin hamısında dediyimiz kimi həm günəşin, həm də qəmərin illərin sayını bilməyimiz üçün hesab olduğunu açıq şəkildə görmüş oluruq. Və ümumi olaraq biz baxdığımız zaman Yasin surəsi olan 36-cı surənin 37-ci və 40-cı ayələr arasındakı pasaja baxdıqda Allah günəşin və ayın hərəkət sistemini bizə çatdırır və onların heç birinin digərinlə bərabərləşə bilməyəcəyini, bir-birini ötüb qabaqlaya bilməyəcəklərini və hərəsinin ayrıca özünə aid bir orbitdə hərəkət etdiyini göstərmiş olur. Üzüb getdiyini bildirmiş olur. Çox maraqlıdır üzmək sözü. Sanki elə bir günəş də, ay da bir suyun içində üzür. İfadə budur. Bəzilərinə gülməli gələ bilər. Qəsdim azot qatıdır. Yəni, onun sıxlaşmış vəziyyəti suya bənzəyir və bugünkü o yaxınlaşdırıcı durbinlərlə baxdıqda sanki suyun içində hərəkət etdiyi kimi bir plaza olaraq hərəkətlərini görmüş olarlar. Nəysə, nasılsa insanları hələ ki çaşdırır, bir çox şey deyə bilmirəm, deyəndə də gülünc obyekti çevrilirik. Qoy, qalsın bu məsələ. Davam edək. Bu ayələrdən çıxan elmi nəticə nədir? Günəş və ay fiziki obyekt olmaqdan əlavə zaman ölçüsü vahididir. Bunu bilirik. Bir. İkinci, illərin sayını bilmək ifadəsi birbaşa təqvim qurma legitimliyi
qazandırır, verir. Quran deyir ki, kim təqvim quracaqsa, ya günəşin dövrlərini, yəni şəmsi dövriyyəsini bilməlidir, ya ayın mənzillərini, yəni qəməri mənzillərə əsaslanaraq bu təqvimi qurmalıdır. Üçüncü bir yol yoxdur, deyir. Metafizik dini rituallaşdırılmış təqvim anlayışı Quranda mövcud deyildir. Bu bir məsələ. Tamam. Keçək digər məsələyə. Ayların sayı ilahi sabit olaraq 12 ay olduğunu deyir. Yəni ilahi tərəfindən ayların sayı sabitləşmişdir. Quran bu məsələdə tam qəti mövqe ortaya qoyur. Tövbə surəsinin 36-cı ayəsində həqiqətən Allah yanında ayların sayı 12-dir deyə qəti bir fikir. Ayə uzundur, sadəcə bizim məqaləmizi, ayət yerimizdə paylaşıram sizinlə. 12-dir deyə qəti olaraq fikir bildirmişdir. Bu hökm həm şəmsi, həm də qəməri sistem üçün keçərlidir. Yəni. Tövbə 36-cı ayətdə bunu qoyur ortalığa və 37-ci isə ayədə ərəblərin dediyimiz kimi haram ayları halallaşdırmaq, yəni o aylarda döyüşü icazəli etmələri üçün hilə işlədərək 12 aylıq, qısa aylı illər, uzun aylı illər deyə 13 aylıq və 12 aylıq bir proses ortaya qoymalarına Allah etiraz etmişdir. 12 olduğunu bildirib, yəni bunun doğru olmadığını bildirir, əlavə edib də bunu və bunun bir küfür olduğunu nəs bir şəkildə ortaya qoymuşdur ki, yəni olmaz. Deməli, elmi nəticə olaraq təqvim nə 11 ay ola bilməz, nə də 13 ay ola bilməz. Ayların sayı kosmik sabitdir, mədəni seçim deyildir yəni. Hansısa bir mədəniyyət, hansısa bir toplum desin ki, yox, niyə? Hazır qoy, mən 13 ay qoyum, 14 ay qoyum. Belə bir qanun mümkün deyil. Bu sabitdir, 12 olmalıdır. 13-ə girə bilməz, 11-ə düşə bilməz. 13-də əksiklik olacaq. Bərabərlik standartı pozulur, 11-də də artıqlıq olur, yenə yetərli sayılmır. Yəni, bu mümkün deyil. Bu, cahiliyyə ərəblərinin etdiyi belə deyək də, interkalasiya, dilimdə tutmur. İnterkalasiya, yəni nə deməkdir bu? Artıqlıq ayı olaraq praktikasının niyə qadağan edildiyini izah edir. Dediyimiz kimi ki, ondan ötürü ki, bərabərliyi aparsınlar. Şəmslə günəşin bərabər şəkildə, məsələn, deyək ki, ərəb toplumunda da iki təqvimdən də istifadə olunur. Bu iki təqvimi bərabər istabil aparmaq üçün belə bir uydurma irəli sürmüşlər. Dördüncü, ibadət zamanları. Yəni, mən məsələn, oruç tutmaq istəyirəm, həccə getmək istəyirəm. Bunları nə zaman edəcəm? Və Quran bu barədə bizə nə məlumat ötürür? Buna toxunmaq istəyirəm. İbadət zamanları, qəməri ölçü, şəmsi reallıq. Quran ibadətləri qəməri zaman ilə əlaqələndirir. Yəni, oruc məsələsini Bəqərə surəsi 185-ci ayəti ilə Ramazan ayını qoyur ortalığa. Baxın, xahiş edirəm. Dünyadakı bütün təqvimləri araşdırsanız, heç bir təqvimin içərisində Ramazan deyə bir ay adını görməzsiniz, bir tək bu hicri qəməri deyə tanıtdırılmış olan toplum arasında bugün ərəb toplum arasında istifadə olan bir tək o təqvimin içində 9-cu ayın adının Ramazan olduğunu görərsiniz. Bəzi insanlar Ramazan mənası yandırıb yaxandır, bu da isti aylara düşməlidir iddiası. Bu həqiqətən də absurd bir fikirdir. Sadəcə hansısa ismin mənası ilə yola çıxaraq Allahın qoyduğu qanunlarda təhrif eləmək doğru şey deyil. Bu o qədər bugün aktual bir hala gəldi ki, nəinki ayın adındakı məna ilə işləri bir-birinə qatmaq məsələsi, ondan da keçdilər, insanların adlarının mənası ilə oyun oynamağa çalışdılar. Musa'nın mənası başqa şeydir, Zəkəriya başqa şey deməkdir, İsa başqa şey deməkdir. Bu şəxs deyil bunlar, bunlar hamısı bir, nə bilim, xəyali bir təsəvvürdürmü deyirlər, zəiflik bir xarakterdir, bu zəiflik, Məryəm zəiflik xarakteridir, İsa onun güclü tərəfidir. Belə bir absurd bir fikirlər səsləndirir. Mən əmin deyiləm ki, bu onların özünün fikridir. Gedib harada zəhərlənirlər, bilmirəm, o zəhəri də götürüb qucaqlarına qaça-qaça gəlir, bal kimi cəmaata verməyə çalışırlar. Bu da təbii ki, ağıllı işlədən insanlar o zəhəri götürəsi deyil. Ancaq onlar özləri kimlərini zəhərləyə bilərlər. Elə inşallah da qoy özləri bilərlər, nə tərsilə eləcə də eləsinlər. Bizim işimiz onlarla yoxdur, özləri bilər. Oruç məsələsi, siyam məsələsinin özündə də siyam geri durmaq, imtina etməkdir
Buna da bir irad bildirirlər ki, güya ki, yəni günahlardan çəkinməkdir. Ac qalmaqla, susuz qalmaqla siyamın heç bir əlaqəsi yoxdur deyə bəzi fikirlər də söyləyirlər. Bu da doğru deyil, bu da yanlış deyil. Bizim mövzumuz sadəcə siyam mövzusu olmadığı üçün buna çox dərin girmirəm. Bu barədə TikTok platformasında yetərincə videolar paylaşmışıq. İstəyənlər baxa bilərlər, orada tapıb. Yəni demək istədiyimiz məsələ Bəqərə 187-də açıq şəkildə ümumi olaraq Quran boyunca baxdığımızda siyamın heç bir yerdə günahdan çəkinmək üçün istifadə edildiyini bir dənə ayət görə bilməzsiniz. Heç bir ayədə Allah, məsələn, deyək ki, zinadan çəkinmək üçün Allah qərib kəlməsindən, lə təqrabu, çəkinin, yaxınlaşmayın ifadəsini, içdən bu kəlməsindən, içki barəsində məsələn istifadə. Yəni Allah bu sözü işlətməyibdir bu barədə. Özü-özlüyündə halal olan, istifadəsi icazəli olan, hətta istifadə edilmədikdə anormallıq olan, fəlakət sayılan yerdə siyam sözü istifadə olunur. Məsələn, mən yemək yeməliyəm normalda, amma 2 gündür, 3 gündür dilimə nə su vururam, nə yemək vururam. Bu olur siyam. Anlaşıldı? Halbuki yeməliyəm. Bir ailə quran insan öz həyat yoldaşı ilə öz aralarında müəyyən normal ailə münasibətləri yaşayırlar. Bir adam əgər bunu eləmirsə, bir-birindən yataq ayrı uzaqlaşarsa da buna deyərlər, siyam deyə bilərsən, burada siyam işlənə bilər. Anlaşıldı. Yağış yağmalıdır, amma yağmır, göyün siyam etdiyini deyə bilərsən. At normalda yemək yeməlidir, su içməlidir, amma yemirsə, içmirsə, ona həkim gətirirlər ki, bu at siyam eləyibdir. Yəni, siyam normalda edilməli olan şeydən imtina üçün işlənir. Yəni, haram şeylərdə siyam sözü istifadə olunmaz. Yəni, bunu istifadə edən adamların savadsızlığı dedikləri sözlərdən zaten bəllidir. Və siyam niyə var Quranda? Allah niyə normalda istifadə etdiyimiz şeylərdən yasaq eləyir? Allah Quranda Ramazan ayı istisna olmaqla bütün yerdə siyamın insanların Allahın qoyduğu hədləri pozmaq nəticəsində onlara etdiyi günahların əziyyətini daddırmaq üçün psixoloji olaraq verilən bir, nə deyim, qulaq vurması mı deyək bunun adına, bir cərimə mi deyək bunun adına, bir kəffarə deyərlər ki, bu ondan ötürüdür. Və biz Ramazan ayında bu siyamı etməklə il boyu edilən təqvasızlıqlarımız üçün Allaha bizi bağışlanması üçün bir şərait yaratmağa çalışmaqdır ki, Allah sizi ona o elədiyiniz siyamla onu kəffarə olaraq qəbul edərək etdiyimiz təqvasızlıqlarımızı aradan götürsün. Və təbii ki, Allah bizə deyir ki, onda sizin üçün xeyir də var. Keşkə bilsəydiniz, deməli, insanların ac qalmağının, susuz qalmağının və yaxud da ki, bu müddətdə bu şeylərə riayət eləməyin psixoloji baxımından, səhhət baxımından insanlar üçün nə kimi faydaları və xeyirləri olmasını siz gedib istədiyiniz zaman araşdırıb öyrənə bilərsiniz deyə yol açmışdır ki, keşkə bilsəydiniz, siyam sizin üçün nə qədər faydalıdır deyə. Davam edək. Deməli, biz başa düşürük ki, siyam etmək Ramazan ayındadır və Ramazan ayı adlı bir ay yalnız təqvimlər içərisində bir dənə bu təqvimdə keçir. Bunun özü belə o təqvimdən, yəni içində Ramazan adında bir adın çəkilən bir ayın 12 aylıq təqvimindən istifadə etməyimizə icazə əldə etməsi üçün bu kəlmənin Bəqərə 185-də keçməsi bizim üçün yetərlidir ki, o təqvimə gedək. Təsəvvür edin, orada mart ayı deyilsəydi, bu zaman mən 12 ay olaraq içində mart kəlməsi keçən təqvim hansısa ondan istifadə edəcəkdim. Məni bu günləri bu təqvimə yönləndirən, bu təqvimdə olan 9-cu ayın Ramazan adının isminin Bəqərə surəsi 185-də keçməsi ilə bağlayıb mən bu təqvimi əlimə alıram. Əgər yanlış olsaydı, bu adın adını çəkən Allah o ayların da adını çəkərdi. Deməli, susursa da onda sərbəstlik, deməli, onda heç bir problem yoxdur o ayların adında, o ayların istifadəsində. Davam edək. Ayın başlanğıcı nə ilə götürülür? Hilallarla. Bunu da Allah bizə səndən hilallar barəsində soruşurlar deyə Bəqərə surəsinin 189-cu ayəsində yəsəlunəkə anil əhillə, orada da əhillərin üzərində də oynayırlar. Burada əhillətun, yəni təmərbutə gəlməsi ilə digər keçdiyi yerlərin hamısında əhillə kəlməsi heç bir yerdə, 5 yerdə işlənibdir, heç bir yerdə bu şəkildə keçmir. Uhillə formasında keçib 4 yerdə, uhillə məchulda u ilə başlayır, uhillə. Nəhl 115-də də, Ənam 145-də də, Maidə 3-də də, Bəqərə 173-də də. Hamısında da eyni pasaj olan ayənin içində Allahdan qeyrisi üçün kəsilən, həll edilənlərə işlənmişdir. Yeganə olaraq bu pasajdan kənarda gəldiyinə, yəni 4 ayənin, yəni Bəqərə 173, Maidə 3-ün, Ənam 145, Nəhl 115-in hamısının konteksti eynidir. 4 dənə yeyilməsi qadağan olan heyvanlardan danışmışdır.
Yeganə kontekstə bağlı olmayan, bu kontekstdən kənarda qalan bir tək ayət var. O da Bəqərə 189-dur ki, burada əti yeyiləsi bir heyvan barəsində danışmır və burada uhillə formasında gəlmir, əynən gəlir. O birisi yerlərdə feil olaraq işlənir, bu yerlərdə isə isim şəklində ədatı başına takılmış halda və axırı isə təmərbutə ilə bitir və əhilləti olaraq gəlir. Əl-əhilləti. Bu şəkilindən gəlir. Odur ki, sən necə ki məcnunla cin, can, cənnət sözləri arasındakı fərqi qəbul edib hamısını eyni şey hesab etmirsən, uhillə ilə əl-əhilləti kəlməsi arasında da bu fərqi gözləmək məcburiyyətindəsən. Özünə mən Allahın Rəsuluyam deyən adamdan mən bu söz eşitdim ki, orada əhillə hilal demək deyil. Bilmirəm, özümü tapıbdır, yoxsa gəlib ona kimsə bunu belə bildiribdimi, amma yanlış bildiribdirsə, yanlış yönləndir. Etirazım var, yəni bunu doğru deyil. Nəysə, mövzumuz bu deyil. Səndən hilallar barəsində sorsunlar. De ki, o məvaqitelin nas, cəmaat üçün vaxtdır, vəl-həc, bir də həcc üçün vaxtdır. Anlaşıldı, sözüm bu qədər. Buradan anladıq ki, deməli, hilalı gördüyümüz zaman bir ayın, yəni yeni bir 12 aydan birin girişi və digərinin bitişi, yəni birində start, birində finişdir. Hilal bunu bildirir. Start və finişin o ayıran xətti hilaldır. Qəmər təqvimlərində bu götürüləcəkdir. Və Bəqərə surəsinin 197-ci ayəsi ilə Allah bizə açıq şəkildə Əl-Həccə əşhərun məlumat ifadəsi ilə həcc məlumat, yəni bilinən aylardır. Əşhur, fikir ver, şəhər sözünün cəm şəkili gətirilir. Yəni bizə başa salır ki, qəmər demir burada, şəhər. 12 ay bildiyimiz ay, yəni göydəki aydan söhbət getmir. 12 şəhərdədir. Deməli, Ramazan onlardan birinin adıdır, şəhər. Şəhrü Ramazan birinin, deməli, Ramazan kimi 11 dənəsi var. Bunun hamısı yandırıb yaxan olmaz ki. Birinin ismi də yandırıb yaxan. Bu 11 dənəsi var bunun kimi. Odur ki, Əl-Həccü əşhurul məlumat, əşhurul məlumat, məlum olan aylardadır deməklə, bu 3 ayəni yan yana qoyursunuz. Deməli, oruç, siyam məsələsi, Bəqərə 185, hilal məsələsi, Bəqərə 189, həcc məsələsi, Bəqərə 197 ayələr üçü yan yana gəlir. Burada kritik məqam budur ki, Quran Ramazan ayı deyir, mart, aprel, iyul demir yəni. Anlaşıldı nə demək istəyirəm? Bir, bu o deməkdir ki, Ramazanda, yəni Ramazan adı, ad yox, qəməri zaman vahididir. Aydındır. Yəni bunun bir isim olaraq mənasına girməyəcəksən. Bu bir qəməri zaman vahididir. 12-sindən birinin, bir təkinin adıdır. Dünyadakı onlarla təqvimdə Ramazan adlı ay yoxdur. Bu ad yalnız ərəblərin istifadə etdiyi qəməri sistemdə mövcud idi və Quran onu standartlaşdırmır. Sadəcə istinad nöqtəsi kimi qəbul edir. Altına xətt çəkirəm. Standartlaşdırmır ha. Sadəcə istinad nöqtəsi kimi qəbul edir ki, sən ara əsaslanmalısan. Ramazan adı keçən təqvimə istinad etməlisən deyir. Quran da fəsillər məsələsinə də toxunaq. Bizim umumi olaraq bildiyimiz kimi günəş olaraq 4 fəsil ortaya qoyurlar. Amma Quran bizə 4 yox, 2 olduğunu deyir. Quran-ı Kərimdə 4 fəsil anlayışı yoxdur. Qureyş surəsi deyə 106-cı surədə açıq şəkildə yalnız 2 fəsil ortaya qoyur. Qış və yay adı çəkilir orada. 2 fəsil tanıyırıq. Bu ifadələrdə dediyimiz kimi qış və yay kəlməsini işlətmişdir Allah. Payız və yaz ayrıca fəsil deyil, keçid mərhələsidir. Bu da göstərir ki, fəsillər günəşə bağlıdır. Qəməri təqvimdə fəsil anlayışı əsas rol oynamaz. Bu, oruc və həccin niyə fəsillərə sabitlənmədiyini əslində izah edir. Fəsillərlə müqayisə olunmamadığını izah edir. Və bir də baharın yay tərkibində, payızın isə qış tərkibində olduğunu da ortaya qoymuş olur. Davam edirik. Haram aylar ardıcıl, yəni ümumi olaraq soyuqlaşma və istiləşmə prosesinin günəşə bağlı bir məsələ olduğu üçün, ayın burada bir rol oynamadığı üçün sən gətirib istiyə və soyuğa bağlaya bilməzsən qəməri təqvimini. Mənə bir dənə şəmsi günəşlə olan təqvim göstər ki, içində Ramazan deyə bir ay adı keçsin. Maraqlı deyilmi? Ay ölçülü bir təqvim içində olan adda istilik mənası işlənsin. Çox maraqlıdır ki, əslində bu onların dediyi iddianı çürüdür. Davam edək. Haram aylar ardıcıllıq və qısas
anlayışındadır. Baxın, xahiş edirəm, burada çox kritik bir nöqtədir. Buna diqqət eləsəniz, həqiqətən də bütün məsələ aydınlaşacaqdır. Ən ciddi təhriflərdən biri haram aylar mövzusundadır. Quran nə deyir? Bəqərə surəsi 194-cü ayə və Tövbə surəsi 2-ci ayə. Birinci, Bəqərə 194-cü ayəyə diqqət edək. Əş-şəhrul hurum biş-şəhril haram. Yox, üzr istəyirəm. Əş-şəhrul haram biş-şəhril haram vəl hurmatu qisasun. Nöqtə. Buradan özəsindən işim yox. Burada nə deyir? Haram aylar, şuhur, şəhr, özü məlum əl artikli ilə bilinən haram aylar ilə müqabilindədir, qarşılıqlı hörmətdir, qadağalardır deyir, qarşılıqlı qadağaları vardır. Bu qarşılıqlı qadağalar sözündəki var ha, qisas vardır ifadəsi. Bu qisas sözünü burada necə tərcümə edirlər? Haram, məsələn, nə qoyurlar? Bir baxın, görün, haram olan ay hicrətin 7-ci ilinin zilqədə ayı deyə parantez açırlar. Məsələn, vasifdə gətirirlər. Haram olan ay hicrətin 6-cı ili zilqədə ayı müqabilindədir. Nə əlaqəsi var? Bu bir ili digər illə müqabil. Çünki qisas kəlməsini doğru tərcümə etmirlər. Və yaxud da Əlxan gətirir ki, haram ay haram aya görədir. Və yaxud da başqa tərcümələr də onu kimi. Gəlin, qisas kəlməsinə diqqət edək. 2 dənə ayət nömrəsi deyəcəm sizə. Biri, Qəsas surəsi 11-ci ayə, adı da çox maraqlıdır, qisas sözündəndir. Qəsas, qisas, eyni sözdür kök. Qassa kəlməsi, qasasa, kök eynidir. Baxın, bir də Kəhf surəsi 64-cü ayə. Bu 2 ayətin ikisində də qisas kəlməsinin nə anlama gəldiyini Allah bizə açıqlamış olur. Birinci, əgər istəsək baxaq, Kəhf surəsi 64-də ifadə budur. O dedi, Zəlikə mə kunnə nəbği. Bu bizim yetişmiş olduğumuz şeydir. Yəni, yetişib əldə etmək istədiyimiz şeydir. Aydındır? Yəni, o dedi ki, elə istədiyimiz də bu idi. Yəni, fərtəddə, beləliklə qayıtdılar, rədd oldular. Ələ əsarihima, hər ikisi o qoyduqları əsərə iz var idi. Nə ayaq izləri də, ləpir, qasasa, fikir verdin, təqib edərək, izləyərək, öz əsərlərinin izləri üzərində izləyərək geri qayıtdılar deyir. İfadə budur. Qasasa kəlməsi nədir? İzləmək. Yəni, bir insan öz ayaq izini necə izləyirsə, yəni arda-arda gəlməlidir də, onun ardına düşür. Qabaqda odur, arxasında budur. Bir-birinin təqibini edir. Bir dənə də bunu açıqlayan ikinci bir ifadəni də göstərək. Qəsəs surəsi olan 28-ci surədə surənin adını aldığı kəlmədir bu. Bu surənin adını hardan alıbdır? Qəsəs surəsi öz adını bu 11-ci ayətdən götürür. Və qalət li uxtihi qussihi və bəsurət bihi ən cunbin və hum la yüşəşurun. Anası, yəni Musanı suya atan qadın deyir ki, və qalət, o qadın dedi ki, kimə? Li uxtihi, onun bacısına, o suya atılanın, Musanın yəni bacısı üçün dedi ki, yəni qızına da, qussihi, onu izlə, təqib elə. Bəsurət bihi, beləliklə ona bəsirətli ol. Ən cünbin, kənardan. Və hum la yəşurun. Və elə ki, onlar səni şuur etməsinlər. Yəni, sənin varlığını hiss eləməsinlər. Duyuq düşməsinlər, yəni. Anlaşıldı. Burada da əmr nədir? Qussihi, onu qissə elə deyir. Yəni, Musanın dalına düşkünəndir, arxasına düşkün. Deməli, haram ay, haram ayın ardındadır. Qisas yox, ardındadır, izləyicisidir, dalınla gələnidir yəni. Mümkün deyil ki, haram ayın ardından halal bir ay gəlsin yəni. Belə bir məntiq anlayışı ola bilməz. Yəni, halal icazəli, yəni qadağalı ayın ardından icazəli ay gələ, təzdən bir də qadağalı ay gələ, sonra bir də icazəli. Belə bir məntiq ola bilməz. Ortada boşluq ola bilməz. Haram ay girdisə, 4 ay bitənə qədər daldala gələnlərin hamısı bir-birinə bağlı olaraq nədir? Qadağaları olan aylardır. Döyüşmə yasağı olan, zərər vermə yasası olan aylardır və dediyimiz kimi bu Bəqərə surəsinin həmən elə bu 194-cü ayəsində də bizim ortaya qoyduğumuz məsələdə buyurdu ki, dalınca da Allah nə deyir ki, فَمَنْ اِعْتَدَ عَلَيْكُمْ nəticə kim həddi aşarsa sizdən فَاَعْتَدُوا عَلَيْهِ misli, onun mislində həddi aşın. Yoxsa deməli bu ayda həddi aşmağı nədir? Qadağası var. مَعْتَدَ عَلَيْكُمْ وَاتَّقُوا اللّٰهِ وَعْلَمَ أَنَّ اللّٰهَ مَعَ الْمُتَّقِينَ. Təqvalı olun, Allah təqvalı olanlarla nədir? Birlikdədir deyə ifadə tamamlanmış olur. Bunu başa düşdükdə bura qədər aydın oldu ki, bu ayətdə qisas sözü bildiyi
bildiyimiz qisas sözü deyil yəni. Orada da hətta bu məna işlənir ki, misli ilə onun eynisi o adama edilir deyə orada qisas adından istifadə olunubdur. Nəysə, davam edək. Bu ayələrdə qisas termini işlədilir. Qur'anın özündə bu sözün mənası dedik ki, Qəsas surəsi 11 və Kəf surəsi 64-də açılır. Bu ayələrdə qisas izləmək, ardınca getmək, təqib etmək deməkdir. Məntiqi nəticə, haram aylar ardıcıl olmalıdır. Araya halal ay girə bilməz. Əks halda qisas semantik olaraq mənasızlaşır. Bu səbəblə Rəcəb ayının ayrıca haram ay kimi yerləşdirilməsi və yaxud da Zilhiccə ayından qabaq Zilqədə ayına Zilqədə əsl deyək də oturmaq sahibi o mənasından öşüm yoxdur. Bu iki dənə aya haram ay adı verilməsi yanlışdır, təhrifdir, dinə xəyanətdir. Geçsinlər o ənənəvi sünnilər və şiyyələr ağalarından bunun cavabını soruşsunlar ki, hansı dəlilə əsasən Zilqədəyə haram ay dediniz? Rəcəbə haram ay dediniz. Hansı dəlilə əsasən bunu elədiniz siz elə? Qur'an əsası ilə bunu soruşsun elə bir də. Rəcəb ayının və Zilqədə ayının ayrıca haram ay kimi yerləşdirilməsi Qur'anı ardıcıllığa ziddir yəni. Niyə? Gəlin baxaq. Həcc ayları 4 ay və 4 aydır, bir ay deyil və bir-birini izləməlidir. Bir-birinin ardına bağlanmalıdır. Zəncirvari bir-birini təqib etməlidir. Yoxsa məntiqsel olaraq bu yanlış olur. Təsəvvür edin ki, bir adam 5 illik Azərbaycan prezidenti, belə deyək də, Rus prezidentinin vasitəsilə Ermənistanla döyüşdüyü zamanda 3 illik və yaxud da 5 illik deyək ki, 4 sülh bağlandı. Bu sülh bağlananda bu bir-birini təqib etməlidir bu illər. Yoxsa məsələn bir il vuruşmuruq, bir ildən sonra vuruşuruq, təzdən ondan sonra 1-2 il yenə vuruşmayaq, yenə sonunda bir də vuruşarıq, ondan sonra 1 il yenə vuruşmarıq. Belə bir qanunla, şərtlə müqavilə bağlamaq olur. Yoxsa başlandıqdan, sülhə girildikdən, sülh bitənə qədər sülhün şərtlərinə riayət olunmağı tələb edilir. Yəni məntiqsel olaraq bunun batil olduğunu ortaya qoyur və xüsusən də Tövbə surəsi 2-ci ayətlə bu batil olur ki, mümkün deyil yəni. Belə bir şey olsun. O da ki, həcc ayları 1 ay deyil, 4 aydır. Qur'an açıq deyir, həcc məlum aylardadır. Bayaq oxuduğumuz kimi həccü əşhərul məlumat ifadəsi ilə 197-ci ayətdə Allah bunu bizə bildirmişdir. Deməli, 1 ay deyil, 4 aydır həcc. Həcc əşhərul məlumat ifadəsi. Altına xətt çəkirəm. Məlum aydadır demir, məlum aylardadır deyir. Niyə 1-ə qoydunuz? Davam edək. Bu 10 gün deyil, 1 ay deyil, ardıcıl 4 ayı ortaya qoymuş olur. Çünki 4 ayda vuruşu Allah Tövbə surəsində qadağan edir, ispat eləyəcəyik. Tövbə surəsi 2 və 3-cü ayələri göstərir ki, bu aylar haram aylardır. İlk günü isə necə adlandırıbdır? Yevmul Haccul Əkbər. Böyük həcc günü deyə ortaya qoymuşdur. Bu Yevmul Haccul Əkbər ifadəsi ilə Allah Teala bizə nəyi bildirir? Bizə başa salır ki, haram ayın girişi Yevmul Haccul Əkbərlə başlayır. Yəni, hansı gün ki həccə başlanılır, o gün haram ayın ilki başlayır. Bu zaman Zilqədənin haram ay hesab edilməsinin heç bir məntiqsəl açısından heç bir mənası qalmır ortada. Niyə? Sən Zilqədəni niyə haram ay hesab elədin o zaman? Dərdiniz nə idi? Bu, İslamiyyətdən sonra təhrifatdır ha. İslamiyyətdən qabaqki təhrifatda ölü. İslamdan sonra bunlar nə inədilər? Keçmiş zamanda aylarla həccə yol gedirdilər axı. Və bu haram ayı götürdülər, gətirdilər, Zilqədiyə qoydular ki, bu ayda quldurlar həccə gedənləri incitməsinlər, canlarına, mallarına təcavüz etməsinlər deyir, gətirib, reallaşdırıb Zilqədəyə haram ay adı verdilər. Yəni, bu Əməvi və Əbbasi devrində olan təhrifatlardan biridir əslində. Nəysə, davam edirik ki, sözümüzün nəticəsi buna gəlirik ki, Tövbə surəsinin 2 və 3-cü ayələrində bunu görürük ki, həccin başlanğıcı böyük həcc günü olaraq qeyd edilir ki, büyünəcə həcc girir, həcc başlayır və bu 4 ay müddətində davam etməlidir. Həcc Zilhiccə, yəni bizim belə deyək də günəş təqvimində 12-ci ayın adı nətər ki dekabrdır, qəmər təqvimində də 12-ci ayın adına Zilhiccə, həcc sahibi deyə bir ay adıdır. O ayla başlayır və bu ayda həccin başlanması Məhəmməd Peyğəmbərdən öncəki devirlərdə də məhşurdur yəni. Başlayar və Muharrəm və arxasınca Səfər və ondan sonra isə Rabiül Əvvəl gələr ki, bu 4 ayın hamısı haram statusu əldə etmiş olur. Və Rəcəbə də gətirib haram adını verirlər, onun da məntiqi olaraq nətər verirlər anlamıram. Əslində yəni Səfəri
haramlığını götürüb Zilhiccədən qabaq olan 11-ci ayın Zilqəədənin adına veriblər. Rəbiül əvvələ aid olan haramlıq statusunu da götürüb Rəcəbə aparıb qoyublar. Rəcəb, ha vaxt təsəvvür elə. Baxın, deməli, Muharrəm 1-ci ay, Səfər 2-ci ay, Rəbiül əvvəl, Rəbiül axir, Cəmədül əvvəl, Cəmədül axir, ondan sonra gəlir Rəcəb. 7-ci ayın aparıb adına Rəcəbi qoyursan. Nə haqla? Sən kimsən? Allah deyir ki, bu 4 ay gəzin dolaşın. Yəni belə çıxır ki, bu 4 ayın 3 ayını buradan, birində belə qoyublar da, ona görə 3 ay deyirəm, Zilqəədən başlayırlar. Bir ayında orada, bu ikisinin arasında nə varacaqsınız siz onda? Nətər eləyəcəksiniz? Məsələnin içində nətər çıxacaqsınız? Bu müqaviləyə necə əməl etdilər? Bu 4 ay gəzin, dolaşın və bilin ki, Allaha aciz qoya bilməzsiniz deyəndə, bu 4 aya necə rayət elədilər? Nətər gözlədilər? 3 ay belə, bir ayda arada fasilə ilə. Utanırsınız heç olmasa bir. Bir gedin oturun, bizə sual verməmişdən əvvəl özünüzün etdiyiniz xəyanətə bir düzəliş verin hələ. Önəmli məsələ budur yəni. Odur ki, yekunlaşdıraq inşallah, saat tamamlanır, 1 saat çək. Bilirdim 1 saat çəkəcək bu belə. Bu ayələr, haram aylar 2 günü, ilk günü yəni Yevmül Haccül Əkbər adlanır. Mətn əsaslı nəticə olaraq həcc ayları Zilhəccə, Muharrəm, Səfər, Rəbiül əvvəl. Rəbiül əvvəl adının özü də bu məsələni təsdiqləyir. Çünki Rəbi kəlməsi bir bahar mənası verən bir sözdür. İlk bahar deyərlər. İlk bahar 4 aylıqdır, 4 ay olur. Həm də 4 mənası bildirir. Birinci dörtlük, birinci bahar mənası. Yəni haram ayların 4-cüsü və sonuncusu olaraq ortaya qoymuş olur. Çünki birinci dörtlükdə qəsd haram ayı üçün alır. İkinci dörtlük isə nəyi bildirir? Son dörtlük, son bahar və yaxud da deyilər. O isə yəni finişdir, bitdi. Sonuncu dörtlük tamamlananda ikinci dörtlük son dörtlük deməkdir. Axir, Rəbiül axir, yəni son dörtlük, yəni bitdicə. Birinci dörtlükdən axırıncı aydır yəni bu. Davam edək. Qəməri ay adları tarix və semantik reallıq baxımından. İslamdan öncə ərəb qəməri ayları təbiət hadisələri, iqlim, sosial durum əsasında adlandırmışlar. Anlaşıldı nə demək istəyirəm? Bu adlar dini hökm deyil, tarixi reallıqdır. Quran onları nə dəyişir, nə də müqəddəsləşdirir, nə də ona əsaslanıb onu dininizə əsas götürməyinizi sizdən istəmir. Ramazan sözünün mənası budur. Deməli, mən yalnız orucu yayda tutmalıyam. Bu əsası götürə bilməzsən yəni. Çünki bu adları, bu aylara verən Allah deyir ki, sən bunu götürüb özünə ilahi dəlil kimi qəbul edəsən. Anlaşıldı nə demək istəyirəm? Davam edək. Ayın günəş ilə üst-üstə düşməsi 365 şəmsi günəşdən və 354 gün səbəbilə görədir ki, üst-üstə düşmür. Yəni, niyə düşmür deyirsiniz? Çünki birinin dövriyyəsi 365 gündür, birinin tam dövriyyəsi 354 gündür. Biri aralarındakı bu 9 gün neçə saat fərqinə görə heç bir zaman uyğunlaşmır. Ona görə də oruc, həcc yalnız təxminən 36 ildə bir dəfə eyni fəsilə düşə bilir. Çünki, məsələn, siyam məsələsi bir dəfə bir ayın axırına, digər ildə ortasına, digər ildə isə əvvəlinə gəlib düşür, sonra keçir ondan sonraki aya. Bu nəticə ilə bu dövrüyə 36 ildə gəlib sən, belə deyək də, bu dəfə məsələn indi fevral ayının ortasına düşür, ya 15-idir, ya 16-sıdır, ya 17-sini bilmirik, ortasına düşür. Bir də sən 36 ildən sonra fevralın ortasında gəlib siyam görəcəksən elə bil. Bu dövrüyə nəticəsində, bu ortadakı o 9 gün neçə saat səbəbi ilə bunu belə olduğunu görmüş oluruq. Bu ilahi hikmətdir, sistem xətası deyil əslində. Nəticə olaraq təqvim din deyil, astronomiyadır. Quran zaman ölçüsünü göylərə bağlayır, ayların sayını sabit saxlayır, ibadətləri qəməri sistemə bağlayır, haram və həcc ayları ardıcıl 4-dür, təhrif edilmişdir. Diqqət edirsiniz, haram və həcc ayları ardıcıldır, 4-dür, amma nə olubdur? Təhrif edilmişdir. Dördüncüsü, müasir 10 günlük həcc praktikası Qur'ana uyğun deyil, sosial təhlükələrə yol açır və bir çox zamanda fəlakətlərə səbəb olur. Neçə min insanların basılaraq ölməsinə səbəb olur, nəysə. Son söz, Qur'an zaman yaratmır, zamanı oxumağı öyrədir. Əssəlamu aleykum və rəhmətullah. Allah hamımızdan razı olsun.